İndi isə daha ətraflı. Dövlət Sərhəd Xidməti məlumatına görə İrandan Azərbaycana küllü miqdarda narkotik keçirilməsinin qarşısı alınıb. Bildirilib ki, Horadiz sərhəd dəstəsinin xidmət ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 6 kiloqram 670 qram narkotik vasitə marixuananı ölkə ərazisinə keçirən Bakı şəhər sakini 1995-ci il təvəllüdlü Fuad Əlimədətoğlu Vahidov saxlanılıb. İranın Yezd əyalətində su probleminə görə 2 gün tətil elan edilib. Bu barədə əyalət valiliyinin verdiyi məlumatda bildirilir ki, su kəmərinə təxribat nəticəsində müxtəlif ərazilərin su təchizatında problemlər yaranıb. Təxribatın kimlər və ya hansı şəkildə törətdiyi barədə əlavə məlumat verilməyib. Bəzi qeyri-rəsmi mənbələr İsfahanda Yezdə çəkilən su kəmərinin partladığını bildiriblər. Qeyd edək ki, bir həftədir İsfahanda əkinçilər su paylarının verilmədiyi halda İsfahandan Yezdə su ötürüldüyünə etiraz olaraq aksiya keçirirlər. Tramp administrasiyasına yaxın mənbələr dünən axşam bildiriblər ki, İran nüvə sazişi ilə razılaşmasa, sentyabr ayına qədər yox olacaq. Pentagonun sözçüsü Sian Parnell bildirib ki, Birləşmiş Ştatlar və tərəfdaşları regional təhlükəsizliyə sadiq qalır və regionda münaqişəni genişləndirmək istənilən dövlət və ya qruplaşmalara cavab verməyə hər an hazırdır. Rəsmi olaraq etiraf etmək istəməsinə baxmayaraq, İsrail İranla müharibəyə hər an hazırdır. İsrail parlamentinin aparıcı sağçı üzvlərindən biri bildirib ki, razılaşma əldə etmək üçün Prezident Trumpa vaxt verməyə hazırıq. Amma hərbi variant mütləq realdır. Bu masanın üstündədir və qərar qəbul etmə vaxtı yaxınlaşır. İsrail Silahlı Qüvvələrinin yüksək rütbəli mənbəsi İsrailin artıq aktiv terror təhdidləri ilə yaşaya bilməyəcəyini qeyd edib. İran, Həmas və Hizbullaha tədarik marşrutlarını bərpa etmə perspektivi böyük təhlükədir. Donald Trumpın hakimiyyətə gəlməyi Təl-Əvivdə yenidən inam hissini yaratdı. Joe Bidendən fərqli olaraq Donald Trump İran ambisiyalarını cilovlamaq üçün İsrailə qırmızı çizgilər barədə xəbərdarlıq etmir. Xatırladaq ki, İsrail ötən il oktyabrın 26-sında İranın görünməmiş hücumlarına cavab olaraq İranın Suriya, İraq və İranın özündə havadan müdafiə vasitələrinin əksəriyyətini məhv etdi. Eyni zamanda bu zərbələr Tehranın pilotsuz təyyarələr və raketlərlə döyüş başlıqları istehsal etmək qabiliyyətini sarsıtdı. İranın rəsmi xəbər agentliyi olan İRNA-nın məlumatına görə Rusiya Xarici İşlər Nazirinin müavini Sergey Ryabkov Amerikanın İranı bombalamaqla hədələməsini tənqid edib. Rusiya Xarici İşlər Nazirinin müavini Sergey Ryabkovun sözlərinə görə son zamanlar Amerikanın İranın nüvə proqramı ilə bağlı razılaşmaya gəlməyəcəyi təqdirdə bu ölkəni bombalamaqla hədələməsinə görə İran və Rusiya arasında mesajlaşmalar artıb. Qeyd edək ki, İran Rusiyanın Amerikanın zərbələrinin qarşısını almağa kömək edəcəyini ümid edir. Rusiya isə öz növbəsində Amerika ilə Ukraynaya mümkün atəşkəs barədə müzakirələr aparır. Danışıqlara Səudiyyə Ərəbistanı ev sahibliyi edib. Rusiya Ukrayna ilə bağlı əldə olunacaq mümkün razılaşmaları necəsə İranla da əlaqələndirmək istəyə bilər. Son zamanlar İranla Rusiyanın daha da yaxınlaşması şəraitində Rusiyanın belə bir istəyinin olması mümkün görünür. Davam edirik. Ukrayna və Rusiya tam atəşkəsə yaxınlaşıb. Belə bir addımın atılması üçün iki ölkənin şərtlərini razılaşdırmaq lazımdır. Bu barədə Amerika prezidenti Donald Trumpın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kate Kellogg bəyan edib. Kate Kellogg bildirib. Biz hərtərəfli 30 günlük atəşkəsə nail olmaq istəyirik. Buna nail olduqdan sonra müharibəni bərpa etmək çox çətin olacaq. Mən buna inanıram. Onun fikrincə indi müqavilə şərtlərini, yeni Ukrayna və Rusiyanın mövqelərini ifadə edəcək sənədləri formalaşdırmaq, sonra onları bir araya gətirmək lazımdır. Kellogg bildirib ki, Donald Trump həm Ukrayna prezidenti Vladimir Zelenski, həm də Rusiya lideri Vladimir Putinlə əlaqə saxlayır və o iki ölkə arasında razılaşma əldə edə biləcək. İsrailin baş naziri Benyamin Netanyahu həbs orderinə baxmayaraq Macaristana rəsmi səfər edib. Times of İsrailin məlumatına görə bu Beynəlxalq Cinayət Məhkəməsinin 2024-cü ilin noyabrında Netanyahu barəsində həbs qərarı çıxmasından sonra onun Avropaya ilk səfəridir. O, Macaristanın baş naziri Viktor Orban tərəfindən dəvət edilib. Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi ötən ilin noyabrında Qəzza zolağında hərbi cinayətlərə görə İsrailin baş nazirinin həbsinə dair order verib. Macaristanın baş naziri Viktor Orban isə qərara etiraz edərək Netanyahunu ölkəyə dəvət etmək və Beynəlxalq Cinayət
Məhkəməsi qərarının onun ərazisində icra olunmamasını təmin etmək niyyətində olduğunu bildirib. Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan Parisə rəsmi səfəri çərçivəsində Fransanın Avropa və Xarici İşlər Naziri Jean-Noël Barrot ilə görüşüb. Türkiyə Xarici İşlər Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, nazirlərin görüşü zamanı bir çox məsələlərlə yanaşı Qafqazda sülh və sabitliyin bərqərar edilməsi ilə bağlı müzakirələr aparılıb. Görüşdə həmçinin ikitərəfli və regional məsələlər ətraflı müzakirə olunub. Avropanın yeni təhlükəsizlik sisteminin formalaşmasında Avropa İttifaqı üzvü olmayan ölkələrlə koordinasiyanın artırılmasının vacibliyinə toxunulub.